Bu hadisə bütün dünyanı heyrətə gətirmişdi. Alman təyyarəsinin olduqca güclü hava hücumundan müdafiə qüvvələrinə sahib olan SSR-nin sərhədlərini keçib paytaxtda Moskvanın ürəyi sayılan Qızıl meydana heç bir maneəsiz eniş etməsi ağlasığmaz bir olay idi. Baş katibin iş otağından seyr edilməsi mümkün olan bu hadisə həmin ərəfədə son illərini yaşayan SSR-nin tarixində öz müəmmaları ilə iz qoyub. İlham Cəmiloğlu yazır ki, 1987-ci il mayın 28-də SSR-də sərhədçilərin peşə bayramı günündə Hamburq şəhərində doğulan, milliyyətcə Alman olan Matthias Rust, Cessna idman təyyarəsi ilə Helsinkiyə istiqamət alır. Əvvəlcədən planlaşdırdığına görə 19 yaşlı pilot oradan İsviçrə uçmalıymış. Ancaq o bu planı elə bir andaca, hətta ərazidə təyyarələrin idarə etmə xidmətinin dispetçerinə xəbərdarlıq olunmadan dəyişib. Rus istiqaməti SSR-yə doğru götürüb. O sərhədi Estoniya ərazisindən pozaraq Leningrada tərəf istiqamət alıb. Daha sonra isə Leningrad-Moskva dəmir yolu xətti ilə kurs götürərək Moskvaya doğru irəliləyib. Maraqlı fakt odur ki, sərhədi pozarkən dərhal radarlara düşən Alman təyyarəsinə istədiyi məkana yetişməyə heç bir maneə olmayıb. Sonradan özünün dediyi kimi SSR-nin hava məkanına daxil olanda dərhal onun ətrafında 2 qırıcı təyyarə görünüb. Ancaq bu təyyarələr onun uçuşundan məhdudlaşdırıb, nə də ki məcburi eniş etməyinə cəhd göstəriblər. Rast onu da etiraf edib ki, təyyarəni birbaşa Kremlin həyətinə indirmək istəyib. Təcrübəsinin azlığından və təyyarənin heç kimə, heç nəyə zədə yetirməyəcəyindən arxayın olmayan Rust bu qərarından vaz keçib. O, özünün bütün bacarığından istifadə etsə də yalnız 3-cü cəhddən sonra Qızıl meydana eniş edə bilib. Həmişə insanlarla dolu olan Qızıl meydan və onun ətrafına heç bir dağıntısız, heç kimə toxunmadan eniş etməyin nə qədər çətin olduğunu da yəqin ki anlamaq çətin deyil. Yüzlərlə insanların, o cümlədən turistlərin heyrət və təəccüb dolu baxışları altında kabinadan çıxan Rust heç nə olmamış kimi tamaşaçılarını təbəssümlə qarşılayıb. Avtoqraf vermək, şəkil çəkdirmək də öz yerində. Amma cəmisi 15 dəqiqə, yəni həbs olunana qədər. İstintaq zamanı Rus ifadəsində bildirib ki, onun bu gəlişi heç bir pis məqsəd daşımayıb. Sadəcə SSR ilə Qərb arasındakı gərginliyə rəmzi olaraq barışıq körpüsü salmaq, soyuq müharibə adlı qorxunc bir fikrə sülh gətirmək niyyətində olub və özünün Cessna təyyarəsini sülh göyərçini adlandırıb. Həmin ərəfədə istər xarici ölkələrdə, istərsə də SSR-də hadisə ilə bağlı bir çox versiyalar ortaya çıxıb. Yüksək ranglı Sovet məmurları bu hadisəni xarici kəşfiyyat orqanları tərəfindən həyata keçirildiyi fikrini irəli sürüblər və belə əsaslandırıblar ki, 19 yaşlı bir oğlanın sərbəst şəkildə Kreml ətrafında at oynatmağı xarici ölkələrin SSR-in hərbi nüfuzuna zərbə vurmaq məqsədi daşıyıb. Daha bir versiya bu hadisənin Qarbaçovun razılığı ilə SSR Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən təşkil olunduğu fikridir. Versiyaya görə Qarbaçov bu hadisədən sonra keçirəcəyi islahatlarda ona mane ola biləcək marşal və generalları vəzifələrindən uzaqlaşdırmaq üçün tutarlı bəhanə əldə edəcəkdir. Əslində bu versiyada bir həqiqət var. Birincisi, nəinki 4 nəfərlik idman təyyarəsi. Heç qırıcı təyyarələrin də SSR-in dəmir sərhədlərindən keçməsi mümkün iş deyildi. Deməli, bu məsələ yuxarılarla razılaşdırılıb. İkincisi, hadisədən dərhal sonra Qarbaçovun qərarı ilə SSR-in Müdafiə naziri Marşal Sokolov istefa arizasını yazıb, 300-dən artıq ali və yüksək rütbəli zabitlər vəzifəsindən azad edilib. Üçüncüsü, bütün bu həngamənin müəllifi Rus cəmsi 4 il azadlıqdan məhrum edilsə də, 14 aydan sonra əfv olunaraq azadlığa buraxılıb. Və sonraki müsahibələrində görənlərin qan ağladığı Lefortovo həbsxanası haqqında lüğətindəki ən xoş sözləri yazıb. Təbii ki, bu və digər versiyalar müəyyən dairələrin fikirləridir. Həqiqət isə Matthias Rust işinin hələ də məxfi saxlanılan qovluğundadır. Amma aşkarda olan bir həqiqət də var. Almaniya Texniki Muzeyində saxlanılan Cessna təyyarəsi. Bütün versiyalar bir yana. Amma həqiqətən də SSR kimi nəhəng bir dövlətin sərhədlərini keçib, quşun belə ehtiyatla qonduğu Qızıl meydana Alman təyyarəsinin enməsi olduqca müəmmalı məsələdir.